Deməli, Chrome-dan daxil olmaq üçün səhifəyə daxil oluruq. Yazırıq Faberlik şəxsi kabinet. Baxın, gəldi. Daxil oluruq. Qeyd edeyim ki, burada da daxil olarkən sizdən kod parol istədikdə yazıcı yuxarıda telefon nömrəsi, aşağıda parol istəyəcək. Məndə burada hazırdır deyənə birbaşa daxil oldu. Yuxarıda 7 rəqəm, 7 ilə başlayan kodumuzu yazırıq. Aşağıda isə parolumuzu yazırıq. Sonra daxil oluruq. Gəldi. Adam işarəsinə vururuq. Gəlir səhifənin əvvəli. Ana səhifədir bu. Burada düzdür, müxtəlif kabinetlər var ki, oradan hər birisinin özünə məxsus daxil olub, oradan hər birindən maaşımıza baxırıq, birində struktura baxırıq. Onlarla işim yox. İndi yuxarıda bu adam işarəsi var, sumka işarəsi var, bir də ürək. Ürək sevimli məhsullarımızı ürək işarəsinə vurduqda saxlamaq olur yaddaşda ki, istədiyimiz vaxt rahat tapaq. Onun yanında səbət işarəsinə daxil oluruq. Baxın, gəldi səbətimiz. Burada deməli, istədiyimiz məhsulları sifariş vermək üçün daxil oluruq. Bax, burada yenə də lupa işarəsi var. Yanında belə interesli kvadrat kimi. Ora daxil oluruq birinciyə. Buradan, məsələn, yazaq 30-22. Buradan məhsulun kodunu yazırıq. Baxın, beauty kafe gəldi. Əlavə etmək. Bax, burada vura bilərik. Əgər istəyiriksə 2 dənə, 3 dənə və yaxud daha çox, bu üstəgəl işarəsinə vururuq. Və yaxud 3 dənə vurmuşuq, təzədən azaltmaq istəyirsə, bu çıx işarəsinə vururuq. Vurduqdan sonra əlavə etməyə vururuq. Gördünüz? Məsələn, 10-342 uşaqlar üçün zərli geldi. 342. Baxın, gəldi. Bunu da əlavə eləmək istəsək üstəgələ basırıq, istəməsə elə əlavə etib basırıq. Və indi daha istədiklərimiz bitdisə, bu X işarəsinə vururuq. Gördünüz, səhifəyə qayıtdı. Ondan sonra buradan aşağı çəkirik. Baxın, buradan əgər biz məsəl üçün ünvanı dəyişmək istəsək, bu işarəyə vururuq. Oradan da istədiyimiz, bax, yeni əlavə, nöqtə əlavə etmək, üstəgəl işarəsi var burada, axtarış işarəsi kimi. Bax, buradan, bax, yenə gözü göstərir ki, Bakı, Azərbaycan, bəli. Yəni, məsələn, başqa Gürcüstan falan elə də olar. Və siyahıdan vururuq. Yenə burada gördünüz, gəldi. Əgər məntəqənin nömrəsini biliriksə, burada qeyd edirik, paylaşdırma məntəqəsi yazılan yerə. Yox, əgər məntəqənin nömrəsini əzbər bilmirik, ünvanı yeni seçiriksə, buradan axtarıb tapırıq. Məndə ünvan hazır orada var, yəni lazım olan ünvandır. Ona görə qayıdıram səbətimə, yəni və davam edirəm. Davam etdikdə aksiyaların kateqoriyaları var. Bax, burada göstərir. İstəsək bunların üzərinə basıb gələ bilər. İstəsək bura vurmasaq belə, buradan göstərir aksiyalar ki, məsəl üçün 12 manat aldıqda hansı məhsullar endirimlə götürə bilərik. Və sonra burada var deməli, kataloqun, belə saytın üzərində özündə deməli aksiyalar var ki, 75% endirimlə məhsullar istəsə götürmək. Burada qablaşdırma, yəni kloklar, paket, kağız paketlər və s. Bunlardan nəsə məsəl üçün götürmək istəsək, məhsulları seçmək. Bunun üzərinə vurub orada hər hansı bir məhsulu seçə bilərik, məsələn bunu. Seçdikdən sonra isə mütləq tətbiq etə basırıq və gəlir düşür səbətimizə və yenə davam et. Davam et və burada baxırıq, ünvan falan hər şey qaydasındadır. Məsəl üçün, əgər alıcının nömrəsini dəyişmək lazımsa, burada dəyişmək yerinə varırıq. O nömrəni istədiyimiz nömrəyə zəng gəlmək üçün ora vururuq. Ehtiyac yoxsa deymirik. Və gəlirik tam axıra qədər ki, baxaq görək, istədiyimiz məhsullar, qiymət nədir falan. Və əslində burada 30 manatlıq məhsul olmalıdır. Gəlin